Çox etməyin, saçlarınız çox uzanacaq. 9 santiyə qədər saç uzanması başı verir bir ay və saç tökülməsində bir dəfəlik qarşısını alacaq. Bu ucuz ev üsulu təbii resepti. Hər gün bunu tətbiq edirsiniz təmiz saçlarınızın dibinə. Saç tökülməsinin qarşısını bir dəfəlik alacaq. Bax mənim saçım da tökülürdü. Buna baxın. Bir dənə də saç tökülmür məndə. Bir çoxları bir sizdə dartan kimi topa saç tökülür. Ona görə mütləq videonda qeyd edin ki, itirməyəsiniz və yeganə xahişim milyonlarla insan mənim videolarımı izləyirsiniz, faydalanırsınız, halal xoşunuz olsun. Amma videonu like eləmək, kanalıma abunə olmaq bəziləriniz ərinirsiniz. Ona görə mənə dəstək olun, videonu like edin, kanalıma abunə olun ki, bax belə səhifələr inkişaf eləsin, həm faydalı videolarımı qaçırmayasınız. Hazırlanması üçün isə 10-12 ədəd dəfnə yarpağı və bir ovuc qurudulmuş mixəyi, türkçə buna karanfil deyirlər, 1-2 stəkan su ilə gözəli qaynadırsınız. Sonra süzün və hər gecə yatmazdan öncə təmiz saçlarınızın dibinə gözəl tətbiq edin. 1-2 dəqiqə saçınızı darın ki, hopsun və sonra rahatlıqla yata bilərsiniz. Nəticəsini %100 görəcəksiniz. Şiddətlə tövsiyə edirəm. Bir aya da 10-15 kilo. Bax mənim izləyicilərim kimi ac qalmadan, dərmansız, əməliyyatsız, təbii yolla arıqlamaq istəyirsinizsə bahalı ərzaqlarda olmadan WhatsApp arıqlama proqramı yazın, nəticəyə zəmanət verirəm.